Dayanacaq, stoyanka və yaxud astanovka. Stoyanka istifadə olunur söhbət maşınla gedəndə, yəni maşını saxlayırsınız ki, evə gedirsiniz, qalxırsınız. Amma astanovka dayanacaq, yəni dayanacaqda durub, məsəl üçün, avtobus gözləyirsiniz. İndi gəlin onlarla bir-iki cümlə öyrənək. Məsələn, deyirsiniz ki, dayanacaqda na stoyanke və yaxud na astanovke. Dayanacağa na stoyanku və yaxud na astanovku. Dayanacaqdan sa stoyanki və yaxud s astanovki. Amma bundan əlavə daha çox astanovka ilə bağlı cümlələr ki var. Məsələn, mən dayanacaqda avtobus gözləyirəm və yaxud məsəl üçün avtobus gəldi, mən gedirəm və s. də, yəni dayanacaqla bağlı bəzi cümlələr. Bilmək istəyirsinizsə, şərh bölməsində olan cümlələri mütləq özünüzdə qeyd edin, əzbərləyin. Amma bu dediyim, nə bilim, mənim danışıq kitabımda olan nə qədər mövzulardan cəmi biridir. Təsəvvür edin. Amma bunların hamısını siz əldə edə bilərsiniz sadəcə kitabımı əldə edərək. Bunun üçün də mesaj bölməsinə yazın, bu nömrə ilə əlaqə saxlayın. İçərisində 3000-dən artıq cümlə var. Cümlələr təsəvvür edin. Onların hamısını əldə edirsiniz, yəni bu kitabı əldə edirsiniz, öyrənirsiniz o cümlələri və özünüz sərbəst müəllimsiz kurssuz 0-dan B2 səviyyəsinə kimi qalxa bilərsiniz. Yəni qaranti 100%-dir. Təsəvvür edin ki, o kitabın üzərində mən 1 ildən artıq çalışmışam. İndi təsəvvürünüzə gətirin o kitabın içində nələr var. Dediyim kimi nömrəyə yazın, əldə edin. 10 manatdır. Dünyanın harasında yaşayırsınız, yaşayın, hər yerindən əldə edə bilərsiniz. Çünki elektron, yəni PDF halındadır.